Salam, əziz bacı və qardaşlar. Ramazan ayının 28-ci gününün duasını oxuyuruq. Allahümme vəffir hazzi fihi minən nəvafil və əkrimni fihi bi ihdaril məsail və qarrib fihi vəsiləti iləyik min beynil vəsail ya mən la yeşğaluhu ilhahul mulhin. Allahım, bu ayda mənim müstəhəbbi əməllərdən olan payımı çoxalt. Məni istəklərimi gerçəkləşdirməklə əzizlə. Vasitələr içərisində sənə tərəf olan vasitəmi yaxınlaşdır. Ey o kəs ki, israr edənlərin israrları onu digərlərdən nəzər yetirməkdən saxlamaz. Allah dua və ibadətlərinizi, oruclarınızı qəbul eləsin. Amin.